Salam bir daha dostlar. İndi Quba xanlığı haqqında biz sizlə danışacağıq. Yəni Quba xanlığı ilə bağlı nəyə diqqət edəcəyiniz məqamları sizə qeyd etməyə çalışacağam. Deməli gördüyünüz kimi 1726-1806 dərhal gözə çarpan odur ki, bu xanlıq 1726-da yaranıb. O zaman sual doğru ki, deməli Azərbaycanda bəs birinci xanlıq deyil, Şəki xanlığı daha. Bəli, Şəki xanlığı ilk müstəqil xanlıqdır. Quba xanlığı isə müstəqil xanlıq deyil. Yəni 1726-da yaranarkən. O vaxtı xatırlayırsınızsa Rusların Xəzər sahili vilayətlərdə ağalıq etdiyi dönəm idi və o zaman ora Rusiya çaricası Hüseynəli xanı ora xan təyin etmişdi. Yəni ilk vaxtlar Ruslardan asılı vəziyyətdə olublar. Yəni 1735-ə kimi sonra Gəncə müqaviləsinə görə Ruslar Xəzər sahili vilayətləri tərk etdilər. Daha sonra isə Səfəvilərin asılına düşürlər, aydın məsələ. Amma 36-da Səfəvilər dövləti dağılır və əfşarlar yaranır və Nadir Şahın ölümünə qədər bu dövlət asılı vəziyyətdə olub. Deməli, əvvəl Rusiyadan, daha sonra Səfəvidən, daha sonra əfşarlardan. Müstəqil siyasəti isə 1747-ci ildə Nadirin ölümündən sonra başlayıb. İndi isə gəlin baxaq, Quba xanlığı necə bir xanlıq idi? Xanlıq gördüyünüz kimi mühüm coğrafi strateji mövqedə yerləşirdi. Yəni burada dağlıq ərazi yerləşməsi, çoxlu müdafiə qalları var idi. Bu səbəbdən bura xarici hücumların qarşısının asanlaşmasında mühüm rol oynayıb. Ərazisindən mühüm ticarət yolları keçirdi. Ona görə də iqtisadiyyatı onun çox yaxşı inkişaf edib. Və məhz bu amillər, istər hərbi müdafiə tərəfindən, yəni müdafiə olunması, ticarət yollarının keçməsi xəzinəsinə yaxşı pullar gətirirdi, xanlığı əhəmiyyətini artırmışdı. Bu səbəbdən də istər xarici basqınlara qarşı, istər daxildə feodal ara müharibələrine qarşı Quba xanlığı həmişə mübarizə aparmaqda bir addım öndə olub digər xanlıqlardan. Bu səbəbdən hətta qonşu belə xanlıqların sakinləri, qonşu ölkələrin Dağıstan olsun, digər xanlıqlarımız olsun, oradan Quba xanlığına gəlirdilər, məskunlaşırlar və əhalinin sayı burada çox idi. Əgər əhalinin də sayı çoxdursa, deməli onun hərbi gücü də çox olacaq, iqtisadi gücü də. Çünki daha çox əhalidən daha çox vergi toplanır. Bax, bu da onu fəal xarici siyasət yeritməyə imkan verir. Yəni, ümumiyyətlə, bu hissənin mahiyyətini başa düşür ki, burada söhbət nədən gedir? Buradan suallar düşür. Qubalı Hüseynəli xan xanlığın əsasını qoyan, dediyimiz kimi 26-cı ildə Xəzər sahil vilayətləri Rusiya ağalıq etdiyi dövrdə olmuşdu. Bunun vaxtında nə var? Belə əvvəl xanlığın paytaxtı Xudat şəhəri olub, ancaq sonralar isə o paytaxtı Qubaya köçürüb. 1747-də Nadirin ölümündən sonra artıq müstəqil siyasət yürüdüb. Onun vaxtında bir dənə mühüm hadisə var ki, 57-ci ildə Salyan ələ keçirib. Bax, xəritədə də bir daha xəritəyə də qayıdaq ki, orada dağ olsun, fikir verin Salyan hardadır? Bax, buradadır Salyan. Fikir verin, bax, Kür çayı gəlir, dənizə tökülür. Bax, burada. Bəzən, yəni ki, bu təsəvvür edək ki, bu lüt xəritə üzərində, kontur xəritə üzərində yazılar yazılmayan da, bura rəqəm düşəndə elə bilir ki, bura Lənkəran xanlığıdır. Bax, diqqətli olun, Kürün töküldüyü hissədə Salyandır. O aşağı, Lənkəran nisbətən aşağıdadır. Bax, Salyan, bax, Salyan Qubadan asılı qəbul edib kimin vaxtında? Hüseynəli xanın vaxtında. Diqqətli olun, Hüseynəli xanın vaxtında. Yəni Hüseynəli xan bir dənə xanlıqdır, bir dənə ərazidir, o da Salyan. Qubalı Fətəli xan. Qubalı Fətəli xan, yəni ümumiyyətlə Azərbaycanın gəlib keçmiş xanları içərisində ən qüdrətli xanlardan biri hesab olunur. Azərbaycan torpaqlarını vahid dövlətə birləşdirməyə çalışıb. Əvvəl ölçəsizdən biz Urmiyalı Fətəli xanda bunu görmüşdük. Şəkili Hacı Çələbidə görmüşdük. İndi isə Qubalı Fətəlidə görürük. Onun hakimiyyətinin, yəni ki, daxili siyasətin, daxili və xarici siyasətin 3 istiqaməti var. Birinci, deməli, vergi mükəlləfət məsələləri, yəni daxildə bunları nizama salmağa çalışır ki, problem yaşamasın daxildə. Köçürmə siyasəti, yəni bunun indi məqsəd baxacaq sizin aşağıda. Bir də qonşu ərazilərin birləşdirməsi, bu da vahid dövlət yaratmaq. Yəni, gəlin vergi siyasətinə baxaq. Məqsəd aydın məsələ, yəni vergilərin əvvəllər belirdi də, qayda belirdi ki, yəni yalnızca gəlirsə, bir çox ölkələrdə, dövlətlərdə belə bir şey olub. Yəni xanlıqlar inzibati cəhətdən bölünürdü mahallara.
hər mahalda bir naib idarə edirdi. Naiblər mahaldan vergiləri toplayırdılar. Onun bir hissəsini özlərində saxlayırdılar. Yerdə qalan hissəsini göndərirdilər xəzinəyə. Aydın məsələdir ki, naiblər də vergiləri toplayanda çox hissəsini özlərinə götürürlər, az hissəsini xəzinəyə göndərirdilər. Bu da xəzinənin boşalmasına, zəifləməsinə, az olmasına səbəb olurdu. Qubala Fətəli xan bu qaydanı tamamilə dəyişdi. Dedi ki, olmaz. İndən sonra yəni ki, xəzinəni nizama salmaq məqsədi ilə bir də naiblərin verginin mənimsəməsinin qarşısını almaq məqsədi ilə belə elədi. Vergilər indən sonra naiblər toplamayacaq. Yəni, onların toplaması qadağandır. İndi hər bir yəni ki, mahallar da kəndlərə bölünürdü. Hər bir kəndi də kətxuda idarə edir. Kətxuda özü vergiləri yığacaq və onu birbaşa xəzinəyə verəcək. Birbaşa. Və bununla da gördüyünüz kimi o xəzinənin doldurulmasına nail ola bildi. Mükəlləfət məsələsində isə, mükəlləfəti də artıq feodallar özləri kəndliləri məcbur işlədə bilməzlər. Mükəlləfətləri ancaq xanın yasavulları, ancaq onun tələbi ilə mükəlləfət yerinə yetirilə bilərdi. Bəli, bu doğrudan da öz başınalıq qarşısını aldı xanlıqda, təsərrüfatı inkişaf etdirdi, xəzinə gəlini artırdı. Yəni, baxırsınız, sual, bir dənə bu sxemdən sual 2-3 istiqamətdə sizə düşə bilər. Vergi islahatının keçirilməsinin məqsədi nə idi? Vergi islahatına nələr daxildir? Yəni, məzmunu, vergi islahatının nəticəsi. Bax, bunu hər birini ayrı-ayrı diqqətdən yadda saxlayın. İndi gəlin köçürmə siyasətinə baxaq. Köçürmə siyasəti Qubala Fətəli xanı əsasən 3 istiqamətə yönəlmişdi. Bir, vergi verən əhalinin sayını artırmaq. Fikir verin, Qubala Fətəli xan, Muğan, Gilan, Ərdəbil, yəni söhbət görün, həm Cənub Azərbaycanda var, həm də Şimali Azərbaycan bölgəsi də var, Muğan bölgəsini görürsünüz. Oradan çoxlu kəndliləri, sənətkarları, hətta bəzi feodalları belə Quba xanlığının ərazisinə, konkret Şabran ətrafına köçürmüşdü. Niyə bunları köçürməkdə məqsədi nə idi? Vergi verən əhalinin sayını artırmaq. Nə qədər vergi verən əhalinin sayı çox olarsa, xəzinə də daha yaxşı olur. Xanlığın müdafiəsini gücləndirmək. Bəli, Muğan bölgəsində məşhur Şahsevən tayfası məskunlaşmışdı. Əslində bu tayfanı tanıyırsınız. Cənubi Azərbaycanda Bədir xan tərəfindən yaradılan xanlıq hansı tayfadan idi? Bax, Şahsevən, Bədir xan hansı xanlığı? Ərdəbil. Ərdəbil xanlığında Şahsevəndə yaradıb. Muğanla məskunlaşan Şahsevənlər deməli, onları Muğandan köçürmüşdü xanlığın sərhədlərinə. Niyə? Müdafiəni gücləndirmək üçün. Və özünə dayaq yaratmaq. Ümumiyyətlə, Qubala Fətəli xanın ən böyük problemi Şamaxıda olub. Yəni, az öncə xatırlayırsınızsa sizdən Şəki xanlığını öyrənərkən orada 1767-ci ildə Şəki ilə Quba ikisi birlikdə Şamaxını bölmüşdülər. Amma o, deməli, Şəkili Hüseyin xanla Qubala Fətəli xan arasında problem qalmışdı. Ona görə 1768-də Qubala Fətəli Hüseyini məğlub edib tamamilə Şamaxını tutmuşdu. Hətta yadınıza gələrsə sonra 1769-cu ildə təzən Qubala Fətəli xan bir də Hüseyin xanı məğlubiyyətə uğradır və müqavilə bağlayır. Müqavilənin şərtinə görə Şəki lazım gələrsə hər bir yardım göstərəcək Quba xanlığına, bir də Şamaxının daxili işinə qarışmayacaq. Ümumiyyətlə, Şamaxı problem yaşadığı üçün Qubala Fətəli xan Dərbənddən, Qubadan, Salyandan o Şamaxı xanlığı arasında çoxlu əhali köçürmüşdü ki, onlar bunun sosial dayaq olsun. Yəni, o həmən xanlığın arasında ona dayaq olsun. Yəni, bir növ, məsələn, xatırlayın, 1724-cü ildə, noyabrında, 24-cü noyabrında Rusiya imperatoru 1-ci Pyotr Xəzərsaylı vilayətlərdə möhkəmlənmək üçün, yəni orada sosial dayaq yaratmaq üçün erməniləri o torpaqlara köçürmüşdü. Şirvana, Xəzərsaylı vilayətlərə. Bu da sosial dayaq idi. Qubala Fətəli xan da sosial dayaq yaratmaq üçün, yəni o Şamaxıda, yəni Şirvanda dayaq yaratmaq üçün, o da Dərbənddən, Qubadan, Salyandan bura əhali köçürmüşdü. Yəni bunların aslında oxşar cəhət kimi də dayaq məsələsi ola bilər. Eyni şey biz sizdən, yəni ərəblər, ərəb xilafət dövründə ərəb ailələri köçürüldü, Sasanilər dövründə Fars tayfaları köçürüldü, belə şeylər görə bilərik. İndi gəlin baxan o birləşdirmə siyasətdən. Qubala Fətəli 1758 hakimiyyətə gəlib 59-dan birləşdirməyə başlayır. Və onun birləşdirmə siyasətinin birinci mərhələsi 59-67-ci illərdə. Bax, bu da birinci mərhələdir, buna diqqətli olun. Deməli, Qubala Fətəli xan əmr-i haran tutub Dərbəndi. Ən maraqlı məsələ nədir? Burada özü çox yormayın. Dərbənd xanlığı ümumiyyətlə çox zəif xanlıq idi. Onu idarə edən xan isə
öz əhalisinə qarşı amansız idi, çoxlu vergilər yığırdı və xalq da bezir, kömək üçün Qubalı Fətəliyə müraciət edirlər. Və Qubalı Fətəli 1759-cu ildə yerli əhalinin köməyi ilə müqavimətsiz Dərbəndi tutub. Yəni Dərbənd Qubaya müqavimətsiz tutub. Necə? Yerli əhalinin köməyi ilə. Bu qədər. Xatırlayın, biz sizdən Cənubi Azərbaycan xanlığını keçəndə Urmiya xanlığına, orada da 1759-da mühüm bir hadisə var və ona görə də həmişə bunların ikisini yadda saxlamağa çalışın. Bəli, Urmiyalı Fətəli həmən ildə Qarabağa yürüş eləmişdi və Qarabağlı Pənahəli xanı tabe etmişdi. Yəni, məsələ 1748-də Şəkilə Hacı Çələbi Şəkiyə Qarabağa hücum eləmişdi, Bayat müharibəsi olmuş, uduzmuşdu. O tuta bilməmişdi. Amma Urmiyalı Fətəli Qarabağı tutub. Və Urmiyalı Fətəli Qarabağı tutan ildə Qubalı Fətəli də Dərbəndi tutub. Amma bir dənə də onu tutmasının fərqi o idi ki, Fətəli xan Dərbəndi müqavimətsiz tutub, yerli əhalinin köməyi ilə. Deməli, onun növbəti hədəfi Şamaxı idi. Ümumiyyətlə, Şamaxı xanlığını çox tutmaq istəyirdi. Düzdür, bunu nə vaxt tutacağını Şəki xanlığı dərsində öyrənmişsiniz. Amma baxın hadisələr necə olub. Bəli, bu buranı tutmaq istəyirdi. Ancaq bu zaman görür ki, çünki Şamaxı bilirsiniz, çox Azərbaycanın mərkəz xanlıqlarından biri idi. Keçmişdə Şirvanşahlar dövlətinin paytaxtı olub. Yəni, bu Şamaxını tutmaqla bütün Azərbaycan birləşdirməsini asanlaşdıra bilərdi. Amma digər xanlıqların müqavimətinə rast gəlir. Yəni, heç kim Qubalı Fətəlinin güclənməsini istəmirdi. Ona görə mane olurdu. Ən çox da Şamaxını tutmasına mane olan Şəki xanı idi. Ona görə Fətəli xan bir müddət Şamaxını tutmaq arzusunu çəkilir. Çünki hələ vaxtı deyildi, məqamı deyildi. Və ona görə də o istiqamətlənir Bakı xanlığına. Bu da çox vacib idi. Düzdür, Bakı o dərəcə güclü xanlıq deyildi. Bəli, dəniz ticarətində, neft-duz hasilatında çox böyük gəlir verən bir ərazi idi. Ona görə belə bir ərazinin Qubanın tərkibində olması onun iqtisadi gücünə güc qata bilərdi, xəzinəni doldura bilərdi. Ona görə Qubalı Fətəli məhz Bakını tutmaq üçün o hansı siyasətdən istifadə edir. Bax, nigah diplomatiyasından. Deməli, nigah diplomatiyasından istifadə edir. Yəni, burada isə, baxın, Bakının hansı zərurətdən tutmaq istəyirdi, ona fikir verəsiniz. Yəni, başlıca liman şəhəri idi, sənətkar ticarət mərkəzi idi, hərbi, yəni strateji bir ərazi idi. Bunu birləşdirməkdən daha yaxşı müdafiə oluna bilərdi. Bunlara fikir verin. Deməli, 67-ci öz bacısını Bakı xanına ərə verir, nigah diplomatiyası və bu yolla Bakını asılı vəziyyətdə salır. Artıq Qubalı Fətəli xan Azərbaycan torpaqlarının birləşdirməsinin birinci mərhələsi belə başa çatır. Yəni, Bakını tutmaqdan. Yəni, Qubalı Fətəli xan birləşdirmə siyasətinin birinci mərhələsində haraları tutdu? 59-da Dərbəndi, 67-də Bakını. 2 dənə yeri. Fikir verin, 2 dənə yeri tutub. Bir Dərbəndi, bir də Bakını. Birinci mərhələdən ancaq 2 dənə yeri tutub. Onu yadda xüsusilə saxlamağa çalışın. Bahatı fikir verin, onu Dərbəndin Bakını Salyan hakimi adlandırırdılar. Salyanı da bilirsiniz ki, o birləşdirməyib də atası 1757-də Hüseyn Əli birləşdirmişdi. Buna diqqətli olasınız. İndi birləşdirmənin ikinci dönəminə baxırıq və əsas hədəf Şamaxı idi. İndi Şamaxını ələ keçirmək üçün hərəkətə keçir. Əvvəl dinc yolla danışıqlar aparır, bu faydası olmur və sonra bilirsiniz 1700 deməli Şamaxı xanlığı ilə əvvəlcə onun ili yoxdur. Hələ Şəki ilə mübarizədən öncə. O müqavilə bağlayır. Şamaxı xanlığı ilə müqaviləyə görə Şamaxı xanlığı deməli Quba Şamaxı xanlığına xarici qüvvələrin, bu da söhbət Dağıstanlardan gedir, olan hücumlarından qoruyacaqdı. Bunun da əvəzində Şamaxı xanlığı hər il Qubaya xərac ödəyəcəkdi. Bax, bu Şamaxı xanlığı ilə Quba arasında bağlanmış müqavilələ diqqətli olun. Ancaq sizdən bu da yerində Şamaxını niyə birləşdirmək istəyirdi, mərkəzi idi, Şirvanşahlar vaxtı paytaxtda olub bu hissədən danışır, bunu əhəmiyyətini sizə dedim. Və sizdən görürük ki, Şamaxı xanlığı Quba ilə bağladığı müqaviləni yerinə yetirmir, xəracı ödəmir. Niyə? Çünki Şəki xanlığı ilə yaxınlaşır və Qubaya tabi olmaqdan imtina edir. Bu da gəlir arasında müharibəyə düşür, yəni 65-ci ildə. Şəkili Hüseyin xan Şamaxı xanına kömək eləyir və bu da Fətəlini onun birləşdirməsinə imkan vermir. Axırda da bilirsiniz 67-də Şəkili Hüseyin xanla
Qubalı, Fətəli xan Şamaxını öz aralarında bölüşdürürlər. Amma 68-də Qubalı, Fətəli tamamilə Şamaxını ələ keçirir. Bu yadınızdadır. Deməli, fikir verin, Şamaxını ələ keçirmək üçün çox güclü mübarizə apardı, yəni ona müqavimət göstərdi. Şəkinin, xüsusilə Şəkiyə qarşı mübarizə aparmalı oldu Şamaxını tutmaq üçün, amma tutdu. Nə vaxt? 68-də. Hansı artıq Qubalı, Fətəli xanın birləşdirmə siyasətinin ikinci mərhələsinin başlanğıcıdır. Bax, əvvəl Şamaxını ikiyə böldülər, sonra Şamaxını tutdu. Bu hadisənin ikisi də ikinci mərhələdədir. 68-ci ildə Qubalı, Fətəlinin tutduğu bir dənə də xanlıq var. Söhbət Cavad xanlığından gedir. Kürlə Arazın qovuşduğu yerdə, yəni indiki Sabirabad rayonu ərazisində, xəritədə də o yerə diqqət edin. Bu Muğan bölgəsindədir və ümumiyyətlə Cavadı ələ keçirməklə artıq Azərbaycanın cənubunu da tutmaq üçün gələcəkdə yollar açılır. Bu özə Cavad da könüllü tutulub. Eyni Bakı kimi, eyni Dərbənd kimi könüllü tutulmuşdur. 68-də. İndi təsəvvür edin, gəlin görən nə oldu? Deməli, bilirsiniz ki, Urmiyalı, Fətəli Azərbaycan torpaqlarını birləşdirməyə çalışanda ona qarşı birliklər meydana gəldi. Məsələn, əsas rəqibi Kərimxan Zəndi də xatırlayırsınız. Hacı Çələbi ölkəni birləşdirməyə çalışanda ona qarşı Gürcü çarı, Kartli, Kaxetə çarı, İraqli ona qarşı bir ittifaq yaratdı. Qubalı, Fətəli də ölkənin birləşdirmə siyasəti qonşuda hər kəsi narahat edirdi. Ən çox Azərbaycan xanlarından narahat edirdi, Gürcülər də narahat edirdi, Dağıstan hakimləri narahat edirdi. Qubalı, Fətəli xan da gəlin görən neynədir? Deməli, Qubalı, Fətəli xan öz deməli, onun həyat yoldaşı Tuti Bikə, Fətəli xanın həyat yoldaşı idi. Onun Tuti Bikənin qardaşı isə Əmir Həmzə, yəni Dağıstanda Qaraqaytaq hakimi idi. O, Qubalı, Fətəli xanın belə yüksəlişindən narahat idi. Ona görə Qubalı, Fətəli xana qarşı ittifaq qurulacaq. Həmən ittifaq, deməli, iki dənə ittifaq yaranır. Birinci ittifaqa daxil idi Qarabağ, Şəki, Şamaxı xanlıqları və bunlara dəstək verirdi Gürcülər. İkinci ittifaqa daxil idi Dağıstan hakimləri və bir sıra yerli Azərbaycan bəyləri. Bax, Qaytaq hakimi Əmir Həmzə olan başını o dayanırdı. Gürcü çarı dediyimiz kimi ikinci İraqlıda, Qarabağ və Şəkiyə dəstək verirdi. Bax, birinci ittifaqa kimlər daxil idi, ikinci ittifaqa kimlər daxil idi. Bunu yadda saxlayın. Deməli, və bu da var, açıq-aşkar var. Birinci ittifaqda Qarabağ, Şəki, Şamaxı, bir də Gürcü çarlığı var idi. İkinci ittifaqda Dağıstan hakimlər və bir sıra Azərbaycan feodalları. Deməli, 1774-cü ildə həmən Dağıstan hakimi, onun elə öz qayını Əmir Həmzə hücum edir və Cavduşan döyüş olur 1774. Həmən döyüşdə Qubalı, Fətəli məğlub olur. Məğlub olandan sonra demək olar ki, bunlar Quba xanlığın bir sıra ərazilərinə keçirirlər. Hətta Dərbəndi mühasirəyə alırlar. Bax, Dərbəndi mühasirəyə alırlar. Dərbəndi də bu zaman Tuti Bikə, elə öz bacısı idi da, Əmir Həmzənin bacısı idi, o idarə edirdi buran. Və bu zaman o öz bacısı Tuti Bikəni aldatmaq üçün belə bir mərasim qurur, yas mərasimi qurur. Güya Qubalı, Fətəli Cavduşan döyüşündə ölüb və onun nəşini tabutda Dərbəndə gətirirlər. Amma Tuti Bikə bunu başa düşür və onları şəhərə girməyə imkan vermir. Cavduşan döyüşündən sonra Qubalı, Fətəli isə bir müddət Salyana qaçmışdı. Sonra isə gəmi vasitəsilə oradan Dərbəndə gəlir və Dərbəndin müdafiəsində şəxsən iştirak edir. Amma başa düşürdü ki, Dağıstan hakimlərinə qarşı uzun sürən mübarizə apara bilməyəcək Dərbənddə. Ona görə də o buradan müraciət edir Rusiya çariçası 2-ci Yekaterinaya. Bax, bununla da Azərbaycan tarixində ilk xanlardandır ki, o Rusiyaya rəsmi şəkildə müraciət edib, özə necə müraciət edib ki, mənə dəstək dur. Hətta Rusiyanın himayəsini belə qəbul etməyə hazır idi. 1775-ci ildə Ruslar qoşunla kömək göndərirlər Fətəliyə və onlar gəlirlər, Əmir Həmzəni məğlub edirlər. Dərbəndin də 9 aylıq mühasirəsinə son qoyulur. Yəni, beləliklə Dərbənd tutulmadı. Bax, xatırlayırsa sizə belə bir sual vermişdim. Bir dənə qala göstərin ki, uzun müddət müqavimət göstərsin, sonda tutulmasın. Bax, burada indi gördünüz, Dərbənd 9 ay mühasirədə qaldı və tutulmadı. Yəni,
Tutubikin başçılığı altında Dərbənd qalası Dağıstan hakimlərindən müdafiəsi. Sonda Rusların köməyi ilə Dərbənd mühasirədən çıxdı. Birində xatırlayırsınızsa, demişdim sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası. Kim demişdi? Şah İsmail. Tamamilə doğru. Ümumiyyətlə, Rusların Dərbəndə daxil olması Osmanlı dövlətini çox narahat elədi. Ona görə Ruslar açığı Osmanlılardan təzə müharibədən çıxmışdılar, yeni müharibə istəmirdilər. Ona görə Yekaterinburg öz qoşunlarını Dərbənddən geri çəkdi. Amma artıq Qubalı Fətəli xan istəyinə nail olmuşdu. Yenidən qüvvələrini bərpa eləmişdi və indi o yenidən Azərbaycan torpaqlarının birləşdirməsini davam etdirə bilərdi. İndi fikir verin, növbəti hədəf seçib Qarabağa. Əvvəl Qarabağa diplomatik yolla tabe eləmək istəyir, xeyri olmur. Onda 1781-də Qarabağa hücum edir. Və amma uğursuz, tuta bilmir. Bax, yada salın, daha kim Qarabağa yürüş eləmişdi, tuta bilməmişdi. Dərhal bildim ki, deyəcəksiniz ki, Şəki xanı Hacı Çələbi 1748-də hücum eləmişdi, o Bayat savaşı idi və oranı tuta bilməmişdi. İndi bu da tuta bilmir. Bəs kim tutmuşdu Qarabağa? 1759-da Urmiyalı Fətəli xan, o tuta bilmişdi. Deməli, bu fikir verin, artıq Qubalı Fətəli xan ilk dəfə gördünüz ki, yürüş eləyib, amma tuta bilmədiyi xanlıq Qarabağ. Deməli, onun açığı Qubalı Fətəli də keçmiş Səfəvilər dövlətinin sərhədlərini bərpa eləmək istəyirdi. Ona görə də o təkcə Azərbaycanı yoxdur, gələcəkdə bəzi İran ərazilərində tutmaq fikrində idi. Hətta 1784-cü ildə bilirsiniz, onda Cavad xanlığını birləşdirdikdən sonra onun cənuba yolları açılmışdı. 84-də bu dəfə Cənubi Azərbaycan hərəkət edir, Ərdəbil və Meşkini tutur. Amma burada qala bilmir. Niyə? Çünki birinci növbədə elə Rusiya ona qarşı çıxır. Baxmayaraq ki, Rusiya ondan müttəfiq idi. Amma Rusiya Quba xanlığının belə yüksəlişini istəmirdi. Gələcəkdə Rusiya özü Cənubi Qafqazı tutmaq istəyir və istəməz ki, burada hər hansı bir güclü dövlət olsun. Və ona görə ki, dərhal geri qaçsın. Qubalı Fətəli xana qarşı narazılıq edir, həm də Kartli Kaxetəçarlığı, Gürcülər, Dağıstan hakimləri. Yəni, heç kim Qubalı Fətəlin belə qüdrətli olmasını istəmirdi. Ona görə Qubalı Fətəli xan məcbur qalır, geri dönür. Yəni, Rusiya, Qafqaz feodal hakimləri ilə münasibətlə pisləşdirmək istəməyən Fətəli xan geri qayıdır. Deməli, Qubalı Fətəli xan hansı xanlıqlara yürüşləri uğursuz alındı? Qarabağa və Cənubi Azərbaycanda Ərdəbil və Meşkinə. Buralı tuta bilmədi. Hər birini niyə tuta bilmədiyini, burada da Gürcülər, hər iki vaxtda Gürcülər ona mane olub. Burada Qarabağa Gürcülər kömək eləyib, burada isə Gürcülərin, Rusların təkidinə geri qayıdıb. Amma bununla belə 1785-ci ildə Qubalı Fətəli Lənkəran xanlığını tutur, bir də Şəki xanlığını tutur. Yəni 85-də Quba xanlığı Fətəli xana tabi olan xanlıqlar desək, Lənkəran, Şəki, dərhal xəritədə onların yerinə baxın, Lənkəran haradadır, Şəki haradadır. Çünki bu sizə açıq sual kimi də düşə bilər. Beləliklə, əziz dostlar, Qubalı Fətəli xan artıq onun 85-ci ilə qədər Azərbaycanın şimal-şərqindəki bir sıra torpaqları vahid dövlətdə birləşdirdi. Ancaq nə yazıq ki, 89-da Fətəli xan ölür, onun oğlanları isə bu xanlığın birliyini qoyub saxlaya bilir. Fətəli xanın birləşdirdiyi xanlıqlar bir-bir xanlığın tərkibindən çıxır. Amma Quba xanlığı hələ süqut eləmir. Quba xanlığı 1806-cı ildə süqut uğrayacaq, ona qədər isə hələ var. Onu növbəti dəstədə hələ biz Quba xanlığı ilə bağlı bəzi məsələlərə baxacağıq. Əziz dostlar, xronologiya, illərə birləşdir. Quba xanlığı çox vacibdir. Demək olar ki, onun hər bir cümləsi vacibdir. Yəni, budur, Şəki Hacı Çələbi, yəni ki, Hacı Çələbi ölənə qədər Şəki xanlığıdır. Urmiyalı Fətəlin birləşdirməsidir. Bunlar çox vacibdir. Oxşar proseslərə baxın. Hansında, misal üçün, Qubalı Fətəli xanda, Hacı Çələbi də Azərbaycanın cənub torpaqlarına yürüş eləyiblər. Əlbəttə eləyiblər. Hacı Çələbi Təbrizə yürüş eləmişdi, uğursuz alındı. Qubalı Fətəli də Ərdəbillə Meşkini tutdu, o da uğursuz alındı. Yəni, cavab yazılsa ki, Cənubi Azərbaycana təşkil etdikləri yürüşlərin uğursuz alınması, bəli, ikisində də uğursuz olub. Heç biri cənubda heç bir xanlığı tabi eləyə bilməyiblər. Və buna bənzər digərlər. Fətəli xanın birləşdirdiyi xanlıqların xronoloji ardıcılığına baxın. Birləşdirən xanlıqların xəritədəki yerlərinə diqqətlə baxın.
oldu. Özünüzlə müğayət olun. Ümid edirəm ki, dərsi möhtəşəm öyrənəcəksiniz.